Salamlar. İndi isə sizlərə yastı qurdlar tipinin lent şəkilli qurdlar sinifinə aid olan Echinokokun həyat dövriyyəsi inkişaf sikli haqqında məlumat verəcəm. Bildiyimiz kimi Echinokokku biz biohermitlərə aid edirik. Belə ki, o inkişafını sahib dəyişməklə tamamlayır. Echinokokun əsas sahibi yırtıcı heyvanlardır, yırtıcılardır. İt, pişik, canavar, çaqqal və s. Hətta testlərdə bizdən soruşa bilər ki, Echinokokun əsas sahibi ev heyvanları ola bilərmi? Bəli, ola bilər. Çünki it, pişik ev heyvanı ola bilər. Və beləliklə yetkin halda, yetkin fərd kimi Echinokok həmin yırtıcı heyvanlarda parazitlik edir. Aralıq sahibi isə kənd təsərrüfatı heyvanları, yəni bura qaramal, keçi, qoyun və s. daxildir. Yəni yalnız iri buynuzlu heyvanlar yox, ümumiyyətlə kənd təsərrüfatı heyvanları deyəcək və insan da ola bilər. Yəni kənd təsərrüfatı heyvan da ola bilər, insan da ola bilər. Deməli, bunun inkişafı necə baş verir? Gəlin ona baxaq. Deməli, əsas sahibdə qurd yetkin halda parazitlik edir və orada çoxalır. Deməli, qaraciyər sordusu və öküz salteri kimi Echinokok da bütün yastı qurdlar tipi kimi hermafrodit canlıdır və yumurta qoyur. Yumurtalar əsas sahibin nəcisi vasitəsilə düşür xarici mühitə. Yumurta baxın, xarici mühitdə olan yumurta. Nəcis vasitəsilə düşdü xarici mühitə. Müxtəlif qida məhsulları vasitəsilə, su vasitəsilə və s. aralıq sahibin bədəninə daxil olur. Bu insan da ola bilər, bu kənd təsərrüfatı heyvanları da ola bilər. Aralıq sahib hansı halda yoluxdur? Yumurta mərhələsində yoluxdur. Və aralıq sahibə düşmüş yumurtalar, həzm sisteminə düşmüş yumurtaların örtüyü əriyir. Onlardan 6 qarmaqlı, burada 6 qarmaqlı sürfələr göstərməyib, bunlar qovuqlardır. 6 qarmaqlı sürfələr çıxır. Öküz salterində olduğu kimi həmin sürfələr bağırsaq divarını deşib, qan keçir qana, qan vasitəsilə sahibin daxili orqanlarına gəlir. Xüsusən də qaraciyər, ağciyər və hətta az hallarda olsa baş beyinə də gələ bilər. Nə üçün qaraciyərə gəlmə ehtimalı çoxdur? Çünki bağırsaqdan birbaşa, yəni qaraciyər yaxın orqandır. Orada qapı venası da var, qaraciyərin qapı venası da var. Bağırsaqdan birbaşa qanı qaraciyərə aparır. Qaraciyərdə, ağciyərdə qovuqlar əmələ gətirə bilir. Qovuqlar və ya finnalar, görürsünüz, bu orta məktəb kitabıdır. 7-ci sinif. Burada finna verib, ancaq qovuq da deyə bilərik. Burada fərqi yoxdur. Deməli, öküz salteri kimi, deməli, orqanlarda burada finnalar əmələ gəldi. Öküz salterində finnalar əzəllərdə əmələ gəlirdi, amma Echinokokda finnalar dedik ki, daxili orqanlarda əmələ gəlir. Və həmin finnaların daxilində sürfələr çoxalmağa başlayır. Burada da təxmini göstərib onu. Deməli, qeyd edəcək ki, qaraciyər solucusu kimi Echinokok da sürfə mərhələsində çoxalan qurddur. Deməli, qovuqlar və yaxud da finnalar içərisində sürfələr, həmin sürfələr çoxalmaq qabiliyyətinə malik olur və çoxalırlar və beləliklə qovuq get-gedə böyüyə bilir, amma müəyyən həddə qədər. Sonradan yırtıcı heyvanlar həmin qovuqlara malik olan kənd təsərrüfatı heyvanının orqanlarını yedikdə yenidən qovuqlarla və ya finnalarla yoluxurlar və beləliklə də həmin yırtıcının həzm sistemində finnanın içərisindən, finnanın deməli örtüyü əriyir, finnanın içərisindən qurdun başçıq və boyuncuğu çıxır. Deməli, qovuqlar içərisində, yəni finnalar içərisində sürfələr çoxalır və çoxalandan sonra da qovuqlu orqanlar əsas sahib tərəfindən yeyildikdə artıq qovuğun örtüyü əriyir, içərisindən deməli qurdun başçığı və boyuncuğu çıxır. Və o bağırsağın divarına yapışır, gedib həzm sisteminə əsas sahibin bağırsağın divarına yapışır və inkişaf edib yetkin fərdə çevrilir. Deməli, parazit insanda da, yəni aralıq sahibdə həm insanda, həm kənd təsərrüfatı heyvanlarında törətdiyi xəstəlik adlanır Echinokokos xəstəliyi. Deməli, burada gəlin diqqətimizi çəkək hansı məqama. Əsas sahibin bədəninə necə daxil oldu? Əsas sahibin bədəninə finna kimi daxil oldu və ya qovuq kimi. İndi finna, kitabımızda finna yazıb, finna kimi götürək. Finna kimi daxil oldu və onu tərk elədi yumurta kimi. Bunların arasında da yetkin fərd forması var. Bizdən soruşsa ki, əsas sahibin bədənində qurdun hansı inkişaf mərhələlərinə təsadüf olunur? Deyəcək ki, finna kimi unutduğu üçün finnadan çıxır
qurd, yetkin fərd, deməli yetkin fərdə rast gəlir. Bir də onu tərk eləyir. Yetkin fərd yumurta qoyur, yumurta kimi. Bəs aralıq sahiblərin, bunun hər ikisi aralıq sahibdir. Aralıq sahiblərin bədəninə necə daxil olur? Yumurta kimi həm insanın, həm kənd təsərrüfatı heyvanın bədəninə daxil olur və onu tərk eləyəcək finna kimi. Bəs ortada nə dayanacaq? Yumurta kimi daxil olanda yumurtadan çıxacaq 6 qarmaqlı sürfələr, sonra sürfələr çevrilib qovğam əmələ gətirir. Çoxalıb qovğam əmələ gətirir. Deməli, bədənlərində, aralıq sahibin bədənində yumurta, finna və sürfə mərhələsində olur. Daha doğrusu, gəlin ardıcılıqla sayaq. Yumurta, yumurtadan çıxdı 6 qarmaqlı sürfə burada göstərməyib və eləcə də finna. Deməli, əslində göstərib burada, yəni yaxşı göstərməyib demək istəyirdim. Deməli, burada balaca hissədə 6 qarmaqlı sürfə, yəni qarmaqlarını göstərməyib. Yəni, öküz saltində onun qarmaqlarını göstərib. Burada qarmaqlarını göstərməyib. 6 qarmaqlı sürfə, sonra sürfədən yaranır finna. Deməli, Exnokokun deməli həm əsas, həm aralıq sahibi kənd təsərrüfatı heyvanı ola bilər. Kənd təsərrüfatı demək ev heyvanı daha doğrusu ola bilər. Çünki əsas sahibi it pişik olarsa o da ev heyvanıdır. Kənd təsərrüfatı heyvanları da ev heyvanlarıdır. Və deməli Exnokokun həm əsas, həm aralıq sahibi xordallar tipinin nümayəndələridir. Məməlilər sinifinin nümayəndələridir və diafraqmaya malikdir. Yəni həm əsas, həm aralıq sahiblərinin süd vəzləri var. Diri bala doğurlar, diafraqmaya malikdir. Məməlilər sinifinin nümayəndəsidir. Müxtəlif tipdə qarşınıza suallar çıxa bilər. Ümid edirəm ki, anlaşıqlı oldu. Diqqətiniz üçün təşəkkür edirəm.